Salamlar, ümid edirəm gününüz normal keçir. Mən həmişə səsləndirdiyim qaydada video səsləndirməyə çalışıram. Bu dəfə nəyəsə alınmır və eyni etirafı dəfələrlə oxumağıma rəğmən heç bir şey alınmır. Təbii ki, sinir bozucu bir şeydir. Burada ailə daxili şiddətdən bəhs edən bir etiraf var. Mən nə zaman ki ekrana toxunsam ki, işıq yanılı qalsın, bir şəkildə etiraf yarıda qalır, səsləndirmək yarıda qalır. Səbəbini hələ ki başa düşə bilməmişəm. Atasının alkoqolizmlə əziyyət çəkdiyini və ailə içində şiddət uyguladığını deyir. Etiraf yeniyetmədən gəlib və anası özü oğlandı 12 yaş və bacısının bu durumdan əziyyət çəkdiyini bildirir. Ya özümə bir şey eləyəcəm, ya kiməsə bir şey eləyəcəm. Atıya, yəni şiddət göstərənə ya da polisə xəbər edəcəm. Belə bir etiraf gəlib. Axır vaxtlar alkoqolizmlə bağlı etiraflar nədənsə çox oxuyuruq. Həm ingilis dilində, həm rus dilində fərq eləməz. Deyir, boşanma baş vermir, çünki anam vermir hələ, razvod istəmir. Bunu səbir